Ən kövrək badambura reseptini paylaşıram. Qaba 1 stakan ilıq süd, 1 yemək qaşığı şəkər tozu və 1 çay qaşığı mayanı əlavə edib 5 dəqiqə kənarda ağzı qapalı şəkildə gözlədirik. 2 ədəd yumurta, 100 qram ərinmiş kərə yağı və 1 çimdik duz, 1 yemək qaşığı sirkəni əlavə edib yaxşı çırpıcı ilə qarışdırırıq. Daha sonra mayalı qarışımı da bunun üzərinə əlavə edib 3 stakan yarım unla yumşaq xəmir yoğururam. Mən içliyi əvvəlcədən hazırladım. 300 qram qoz, 1 yemək qaşığı hil və yemək qaşığından da az olar. Yəni şərt deyil ki, çox olsun. Miqdarını hili siz özünüz nizamlaya bilərsiniz. Və 1 stakan şəkər tozundan istifadə etdim. Siz istəsəz bunu badamla və yaxud da fındıqla istədiyiniz içliklə dəyişə bilərsiniz. Daha sonra 10-15 dəqiqə xəmir tez mayalandığına görə çox gözlətmirik ki, artıq mayalananda yenə də xəmir çartlayır, yəni yaxşı alınmır. Ona görə mən biraz yaydıqdan sonra elastik xəmir olduğuna görə əlimdə xəmiri açıram. Dəzgahı duru yağla yağlayırıq. Çünki kərə yağı ilə yağlasaz, aşağı qat yapışacaq dəzgaha və səliqəsiz çartlayan badamburalarınız olar. Ona görə dəzgahı duru yağla, qatların arasını isə kərə yağı ilə yağlayırıq. Daha sonra belə gördüyünüz kimi şəritlər kəsirik. Uzun ortadakı şəritləri mən ortadan bir daha kəsəcəm. Çünki içi yaxşı istədiyim kimi alınmır. Ən qəşəng formada bu cür alınır. Yəni xəmir kimi olmasın deyə içi bu formada hazırlayıram. Və hər birini əvvəlcədən belə rulo halında bükürəm. Çünki qaldıqda dəzgahın üzərində üst qatlar yəni çartlayır. İstədiyiniz kimi olmayacaq. İstəsəz üzərini streçlə və yaxud da klyonka ilə örtüb bir-bir də eləyə bilərsiniz. Amma mənə belə daha asan gəlir. Mən badamburanı oxlovla yox, əlimlə basaraq açıram. Çünki o zaman ortası daha yaxşı qalxmır. Bu formada yaxşı qalxır ortası. Kənarlarını əlimizlə isladırıq ki, yaxşı bükę bilək. Nəysə, içinə qatlayırıq. Ondan sonra üzərinin formasını badambura şəklinə salıb sobaya veririk. Əvvəlcədən 170 dərəcə isinmiş sobada altı qızarana qədər bişiririk. Hər kəsə nuş olsun.